Qurban Bayramı münasibətilə Sumqayıtda təmizlik işləri gücləndirilmiş rejimdə aparılır. Son illər ərzində Sumqayıt şəhəri təkcə sənaye potensialı və iqtisadi yüksəlişi ilə deyil, həm də ekoloji təmizlik, abadlıq və nümunəvi ictimai xidmətlərlə seçilir. Bu istiqamətdə qazanılan nailiyyətlərin arxasında məqsədyönlü fəaliyyət, güclü texniki təchizat və fədakar işçi heyətinin əməyi dayanır. Şəhərdə sanitar-gigiyenik şəraitin qorunmasında əsas yük isə Sumqayıt şəhər icra hakimiyyətinin təmizlik departamentinin üzərinə düşür. Departamentin əməkdaşları şəhərin məişət tullantılarından vaxtında təmizlənməsi, küçə və parkların gündəlik olaraq yoyulması, ictimai ərazilərin təmiz saxlanılması istiqamətində fasiləsiz çalışırlar. 2024-cü il ərzində bu işlərin daha da sistemli və effektiv həyata keçirilməsi üçün departamentin texniki imkanları xeyli gücləndirilib. Belə ki, bölməyə 37 ədəd yeni nəsil təmizlik texnikası verilib və bu texnika vasitəsilə şəhər daha da sürətlə və keyfiyyətlə təmizlənir. Qurban Bayramı günlərində isə Sumqayıt Təmizlik Departamenti gücləndirilmiş iş rejiminə keçib. Bayram günlərində sakinlərin və şəhərin qonaqlarının rahatlığını təmin etmək, təmizlik işlərini aksatmadan həyata keçirmək üçün departamentin bütün işçi heyəti tam tərkibli iş başındadır. Əməkdaşlar növbəti sistemlə səhər tezdən gecə saatlarınadək fəaliyyət göstərirlər. Küçələr, prospektlər, xiyabanlar, parklarda və həyət daxili ərazilərdə daim təmizlik aparılır. Bayram günlərində məişət tullantılarının daha da artmasını nəzərə alan departament bu istiqamətdə xüsusi qrafiklə çalışır və tullantıların vaxtında daşınmasını prioritet sayır. Təmizlik işləri yalnız standart ərazilərlə məhdudlaşmır. Şəxsi təşəbbüslə xidmət zonalarından kənarda yerləşən məhəllələrdə, çoxmənzilli binaların arxasında, dar küçələrdə də təmizlik tədbirləri həyata keçirilir. Sumqayıt şəhər Təmizlik Departamenti bayram günlərində, istirahət günlərində şəhər sakinlərinin xoş istirahəti, rahat istirahəti üçün gecə-gündüz demədən öz işini elə qurubdur ki, növbəli şəkildə şəhərin küçələrinin, səkilərinin, parkların, xiyabanların süpürülməsi, təmizlənməsi, təmizliyinin qorunub saxlanması, şəhər ərazisində məişət tullantılarının daşınıb şəhərdən çıxarılması, şəhər ətrafı ərazilərdə öz təşəbbüsü ilə apardığı iməcli işləri, şəhər ətrafındakı iri qabarit bərk cisimlərin daşınması, zərərsizləşdirilməsi işini mütəmadi olaraq həyata keçirir. Bunun da nəticəsidir ki, Sumqayıt şəhər Təmizlik Departamentinin təşkilatçılığı, onun işçi qrupunun çəkdiyi zəhmət, əziyyətin nəticəsidir ki, 2024-cü ilin hesablamalarına görə Sumqayıt şəhəri ilin ən təmiz şəhəri statusuna layiq görülübdür. Bu da Təmizlik Departamentinin işçisi olaraq həm mən, həm bizim kollektivimizi, bizim təşkilat üçün çox sevindiricidir. Sumqayıtın bütün hissələri, əsas yollar, piyada zolaqları, parklar, istirahət məkanları və az istifadə olunan keçidlər belə daim nəzarətdə saxlanılır. Şəhərdə təmizlik sadəcə bir xidmət deyil, bütöv bir ictimai dəyər, mədəniyyət göstəricisi kimi qəbul olunur. Bu mədəniyyəti yaşadanlar isə əzmlə çalışan, vətəndaş məsuliyyəti daşıyan Sumqayıt Təmizlik Departamentinin əməkdaşlarıdır. Onların fədakarlığı sayəsində şəhər bayram günlərində də parlaq və təravətli görünür. Sakinlər isə bu təmiz mühitdə daha xoş və təhlükəsiz şəkildə bayram əhvalını yaşamağa davam edirlər. Elvin Qudrətov, Şəmstan Fitrətli, Elbrus İsmailov bu gün informasiya proqramı üçün.